Salam uşaqlar. Deməli 11 A-nın həyəcan sınağı 1, həyəcan sınağı 1. Orada olan problemləri üzə çıxardaq bir-bir. Deməli uşaqların çoxu birinci sualı yaza bilməyib. P, N, n çıx 5 vur 5 faktorial bərabərdir 720. Deməli burada əsas hər yer, onsuz da burada asandır, hər yer bilinir. Burada bir dənə problem olan, bilirsiniz nədir uşaqlar? Baba bu hissə hamını çaşdırıb. Bu hissəni surətli bir şəkildə məşq eləyək. Baxın. Deməli Pn n çıx 5 uşaqlar belədir özü. N faktorial böl 5 faktorial. Hardan alındığını da göstərərəm. Bu elə n faktorial böl burada çıx 5 deyib 5 vurulsun buradakı 5 faktorial bərabərdir 720. Bunlar getdi n faktorial. Bəs bu neçə faktorialdır? 6 faktorial. Getdi cavab n bərabərdir 6. Buradakı əsas hissə bax budur. P n çıx k. Bu n faktorial bir də k faktorial. Bax budur məsələ burada. Məsələn P n çıx m. Nədir bu? N faktorial böl n faktorial. Bunu bu ev tapşırığın işləyən momentdə gərək surətləndirəydin sən ki, məsələn bu narahatdır, gözə narahat gəlirdi. Bəlkə orada asan gəlib deyəsən, demişsən yəqin yadımda qalar. İndən sonra belə şeylərə fikir ver. N çıx 7 bərabərdir n faktorial böl 7 faktorial. P n çıx 6. İndi sən denən görüm nə olmalıdır? Ay sağ ol. Saxla videonu. Denən sonra mənim bax. Dedin indi n faktorial böl 6 faktorial. Birində bunu da denən P n çıx 2k. Denən görüm. N faktorial 2k amma mötərizə sonra faktorial. P n çıx 8. Denən görüm bunu. Ay sağ ol. N faktorial böl 8. Vəssalam. Burada problem bu idi. Bir dənə də uzaqbaşı. Bunu gördün də hə? Bir də uzaqbaşı problem nə ola bilər? Deyim sənə. Bax bu ola bilərdi. Bax bu. Bu ola bilərdi. Məsələn, deməli 720 neçə faktorialdır? 6 faktorial. Elə bu ən çoxu bunu istifadə olunur. Sonra 120 özü 5 faktorialdır. 24'ü görəndə 4 faktorial. 6'nı görəndə 3 faktorial. 2'nin əvəzinə 2 faktorial. 1'in əvəzinə 1 və ya 0 faktorial yazmaq olur. Yaxşı. 1 həm 1 faktorialdır, həm də 0 faktorial. Uzaqbaşı bu. Vəssalam. Birinci sualda gördünüz də buydu. Öyrənəndə ciddi şəkildə qeyri-adi bir şey yoxdur. İkinci sualımız sinus 3x'in mənfi 2/1 olmasıdır. Bunu belə eləyirik uşaqlar. Burada nə yazılıbsa, neçə x yazılıbsa onu yazırsan əvvəlcə. Bərabər qoyursan. Birisi də sinusda 0, 1, mənfi 1'dən başqa hamısı mənfi 1 üstü k ilə başlayır. Sadəcə mənfi artıqdırsa k plus 1 ilə başlayır. Düzdür? Sonra arc sinus müsbət buradakı ədəd plus pi k. İndi 3x bərabərdir mənfi 1 üstü k plus 1. Əgər bunun qiyməti varsa denən. Arc sinus 2/1 neçə eləyir? 30 dərəcə. Yəni pi böl 6 üstə gəl pi k. Sonra 3'ə bölmək. Yuxarı əgər 3'ə bölürsən, bölmüsə aşağını vurursan. Bunu vurğuluyduq da. Düzdür? Bu heç bunu əldə emirik. Pi böl 18 üstə gəl pi k böl 3 və salam. Buydu. İndi bunun problemlərin bir-bir götürək. Tək axı o soruşulmur bizdən. Bunun müsbəti də mənfisi soruşur. Ona görə də bu məşqə baxaq. Məşqə baxaq. 1. Sinus məsələn x bərabərdir. Tutaq ki kök 3 böl 2. X bərabərdir mənfi 1 üstü k. K plus 1 niyə yazmıram? Çünki burada mənfi yoxdur ona görə. Arc sinus kök 3 böl 2 üstə gəl pi k. Əgər bunun qiyməti varsa yaz qiymətini. Kök 3 böl 2'nin 60 dərəcələr. O da pi böl 3 deməkdir. Vəssalam. Bax belə.
Oldu. Əgər sən tam əmin olmaq istəsən, surətlisənsə, yaza bilərsənsə heç. Amma bir balaca surətin zəifdirsə, götür bu misalı təzədən özün yaz. Bax, iminli bu misalı yaz. Sən bax, sənin üçün təzədən yazıram. Bura həll elə bunu. Sinus x bərabərdir kök 3 bölü 2 baxmadan yaz. Gör bu addımları yaza bilərsənmi? Aha. Bir dənə də müstəqil iş verirəm sənə, bunu yaz. Bax. Sinus x bərabərdir kök 2 bölü 2 yaz görək bunu. Saxla videonu yaz. Bax, mən nə deyirəm onu elə. Yazsan biləcək ki, bilirsən. Aha. Yəqin ki yazmısan. Mənfi 1 üstü k arc sinus müsbət kök 2 bölü 2 üstəgəl pi k'dır. Görsən, burada 2 pi k yoxdur. Mənfi 1 üstü k, bunu 45'də alır, o da pi bölü 4 eləyir, plus pi k. Görsən də nə qədər xırda yerləri var. Hər bir detala denən ki, bunun xırdalığı çoxdur. Yaxşı, elə baxsan var ha, onda heç bir problem olmayacaq səndən. Özün avtomatik danışa eləyəsən, heç bir problem olmaz. Gördün müsbət, indi bunun mənfisini işləyək. Sinus x bərabərdir mənfi kök 3 bölü 2. X bərabərdir mənfi 1 üstü. Bu mənfiyə görə k yox, k plus 1. Amma arc sinusda, arcda o vurğuları elə. Yaxşı, vurğu elə. Mənim kimi elə vurğunu. Mən elədiyim vurğunu eləsən, sənin problemin olmaz. Mən açıram, bütün uşaqların yazısına baxıram. Görürəm ki, məsələn deyirəm, şahsənəm mənim dediyim kimi eləməyib. Öz ağlına güvənib eləyib. Ona görə də orada xırda boşluqlar çıxıb üzə. Aha. Mənim kimi elə ki, orada problem var. Arcsinus amma müsbət yazıram. Bax, belə də danış. Yaxşı. Mən nətər danışıram, belə danış. Aha. Mənfi 1 üstü k plus 1 qalır. Kök 3 bölü 2'ni bu alır 60'da. 60 pi böl. O zaman 60'da amma pi böl 3 yazırıq. Plus pi k. Və salam. Görürsən, plus 1'i də yazdım. Adam var, mənfi 1 üstü k plus 1'i unutmuşdu. Bunu yazmamışdı, bunu yazmışdı məsələn. İndi sən özün, məsələn, bunu işlə. Sinus x bərabərdir mənfi 2'də 1. İşlə bunu. Saxla videonu. İşlə. Yəqin ki, işlədin. Mənfiyə görə mənfi 1 üstü. Görsən, bu sözlər deyiləm. Mənfiyə görə mənfi 1 üstü k yox, k plus 1. Əla. Arc sinus müsbət yenə də. Plus pi k. Mənfi 1 üstü k plus 1 pi böl 6 plus pi k və salam. Nə var burada? Nə şişirdirsən ki bunu? Və salam hazırdır. Hər dəfə bir hissəni belə mənim danışdığım kimi yamsılasan məni və salam sən hazırsan. Aha. Lap bir dənə də bu bayaqki ədəddən verək. Sən mənim göstərdiyim hissəni mənim danışdığım kimi eləsən, sonra mən birinci mərtəbəni tik qutardıq. Sonra mən ikinci mərtəbəni tikəndə heç bir problem çəkməyəcəyik. Başa düşün bir yerdə. Sən də təmizləsin, sonra 3'ü tikəcəyik. Belə-belə. Bax, başa düşdün? Belə. Belə-belə olur da işlər. Sırayla da nə var burada? Elə olsa yavaş-yavaş həmin mərhələyə çatdıracam mən səni. Davay. Sinus 7x-i eləyək. Bərabərdir. Mənfi kök 2 bölü 2. Demişdim ki, buradakı olduğu kimi yazılır. X yox, olduğu kimi. Görürsən, nətər deyirəm, elə denin. Deməli, buradakı elə olduğu kimi bura köçürülür. Nə var sonra köçürürəm. Bax, mən tələbə kimi danışıram ha səndən. Yaxşı, sən də həmin tələbəni yamsıla ki, 100% alasan. Buradakının olduğu kimi köçürdü müəllim. Aha, sinuslarda mənfi 1 üstü ilə işləyirdik. Mənfi 1 üstü k yox. Burada k plus 1. Niyə mənfinin 1 artıqdır? Sonra arc sinus mənfi yox. Burada müsbət kök 2 bölü 2 yazdı. Plus pi k yazdı. Sonra yenə tələsmədi bunu. Bir dəfə də yazdı. Bunu çevirdi. Pi bölü 4'dür. Plus pi k tələsmədi. Bu tələsməmək yeri var. Bax, onu da bilmək lazımdır. Adam təlaşa düşür orada. Buradan 3-cü addıma keçirik. Həyəcanla. Sonra da x bərabərdir. Mənfi 1 üstü k plus 1. Bu bundan bitişikdir bir yerdə. Bu yuxarıdakı 7'yə bölürsə böl. Bölümsə aşağını 7'yə vur. Bir də buradakı ədədə vur. Üstəgəl pi k böl 7 və salam. İndi birini yazıram. Sən özün həll elə, qutarsın geçsin də. Nə var burada? Nə şişirdirsən bunu? Davay. Sinus 6x bərabərdir mənfi kök 3 böl 2. Aha, yaz.
Ondan sonra görək nə olur. Aha. Saxla yaz. Yəqin ki yazmısan. -1 üstü k plus 1 mənfiyə görə artırdım. Arc sinus müsbət kök 3 bölü 2 üstəgəl pi k. -1 üstü k plus 1 kök 3 bölü 2 60'da alır. Yoxsa 30'da 60'da alır. O da pi bölü 3'dür. Oradan görsən adamın yadından çıxır. Məsələn birinci addım. Promo 2 3'ə keçmədim. -1 üstü k plus 1. Bu altını da aşağıda pi bölü 18. Üstəgəl pi k bölək 6. Vəssalam. 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 Qutardı. Gördün. 2 dənə sual getdi. Aha, burada kürənin həcmini soruşurdu. Kürənin diametri verilib. Kürə. Diametri verilmişdi 12. Onun həcmini soruşurdu. Aha. Ümumiyyətlə biz diametrlə işləmirikdə həmişə radius tapılmalıdır. Radiusu birinci tapmaq yaddan çıxıb bəzi uşaqlarda. Başa düşdüm, birinci problem budur. Bax özümə deyirəm həmişə. Bax radiusla da düsturların çox. Ona görə radiusu tapmalıyam. Elementardır ha. Amma həyəcandan yaddan çıxır. Ona görə yaddan çıxmamaq üçün evdə asantda olsa, bax vurğulayıram ha. Mən ona görə deyirəm ki, mənim kimi oxumur mənim. Mən dediyim kimi oxumur ki, tələbəmdə bu problem var. Amma mən dediyim ki, desək, hə, bu diametrdə ha, radiusla işləyirik ha. Başa düşdün, özü-özünə bildirsə belə, vəssalam, orada belə diqqətsizlik eləmirsən. Həcmi də çaşıb Estamın düsturunu yazmışdı bəzi uşaqlar. O da həyəcanlandı, onu da demək lazım ki, bu yox ha. Həcm budur, 3/4 pi r-in kubu. 3/4 vur pi, vur 6'nın kubu 216. Aha. 216'nın 3'ü çox adam ixtisar eləyəməmişdi. İxtisar eləyəmişsən, apar böl də, 216'nı belə 3'ə böl də. 7 dəfə 21, heç nə, 6 gəlir, 6'nın 3'ə 2 dəfə. So 72 düşdü deməli, 72. So 4'də vur 72. Başladın, hər yerin vurğusunu elədim də. Bölə bilmirsən, çətindir. Bu cür, get qıraqda böl, gətir qoy ora. Oldu. Deməli, buradakı vurğu nədir? Bax, diametrlə işləmir. Ya, yarı böl radius tap, ondan sonra giriş. Həcmdən tam səthi qarışdırma, ha. Özümə deyirəm belə. İndi sən də özünü izah elə denən. İndi tutaq ki, mənim tələbəmdir danışan. Tələbə A. Müəllim dediyi kimi danışıram. 1. Aha. Diametrlə işləmə, ha. Diametrdə verilən ədədi 2'yə böl radiusu tap. Əla. Oldu. Estamla həcmi qarışdırma, ha. Estam 4 pi r kvadratıdır. Həcm isə 3/4 pi r kubudur. Bax, qarışdırma. Yaxşı, için su tutumu, bax, tutum bundandır. Amma çölünün kraskalanması, boyanması da bundandır, elə bil ki. Vəssalam. Vəssalam. Təmizdə geçsin də, nə var burada? Dördüncü misal. Çox adam eləmişdi bunu. Bəzi uşaqlar eləyənməmişdi. Loqaritma 2 əsasdan 24 çıx loqaritma 2 əsasdan 3 bərabərdir. Əsas qaldı. Çıxmaya görə bölünür. Loqaritma 2 əsasdan 8. Bir də görəsən 2'nin üstü neçə 8 eləyir? Görəsən 2'nin üstü. Görəsən 2'nin üstü neçə 8 eləyir? 3. İndi o məşqlər eləyək. Loqaritma a-dan x çıx loqaritma a-dan y. Bunu yaz. Loqaritma 3 əsasdan, məsəl üçün 18 çıx loqaritma 3 əsasdan 2. Həll elə. Gözləyirəm. Yəqin ki, həll elədin. Loqaritma a əsasdan bildiniz uşaqlar. Videoya belə baxmaq üçün deyil də.
Bax, mən ortada çalışmıyorum. Bunların hamısını həll eləmək üçün də. A əsasdan x böl y. Qəşəng. Loqaritm 3 əsasdan 18 bölə 2. Loqaritm 3 əsasdan 9. 3-ün üstü neçə 9 eləyir? Vəssalam 2. Bunların məşqi. Loqaritm 2 əsasdan 32. Loqaritm 2 əsasdan 64. Loqaritm 2 əsasdan 16. 2-nin üstü neçə? 2-nin qüvvət neçəsə 32 eləyir? 5. 2 neçəsə 64 eləyir? 6. 2 neçəsə 16 eləyir? 4. Ehtiyatlı olun. 64-də məsələn 7 yazırlar. 32 6 yazırlar. Səhv eləyə bilirlər. Məsələn, loqaritma 5 əsasdan 125. 5-in üstü neçə 125 eləyir? 3. Bax belə. Hazırdır. Müstəqil ilə görün bunu. Loqaritma 4 əsasdan 64. Loqaritma 3 əsasdan 81. Saxla, həll elə. Elədin yəqin ki. 4-ün üstü neçə 64 eləyir? 3. 3-ün üstü neçə 81 eləyir? 4. Vəssalam. Hazır. Gəldik. Burada səhv eləyən var. 5, 2, 11, 9, 13, 24, 20, 22. Medianı soruşur. Uşaqlar, bəzi uşaqlar bilirlər qaydanı, prosto sıranı düzəltməm. Mən demişdim, ama sıranı düzəlt sonra. Sıranı düzəlt kiçikdən böyüyə doğru. Ondan sonra da sıranı düzəltməmiş ara işləyirsən. Sıranı düzəlt. Ondan sonra nə istəyirsən elə də. Düzəltdin sıranı. Burada neçə ədəd var? 8. Cütdür də, hə? Cüt say. Cüt say. Cüt saydadsa o 8-in yarısı. 8-in yarısı. Neçə eləyir? 4-ün cü. Cı-ciləri tapırıq. 4-ün cü. Tapdıq 4-cünü. Və ondan sonra gələni toplayıb bölü 2-yə. Başa düşün, cüt sayda olanda belə eləyirlər. Məsələn, tutaq ki, 20 dənədir. Düzdür? 20-ni böldü 2-yə. 10-cu. 10-cu. Düzdür? 10-cu nədirsə, 10-cu ədədi, üstə gəl 11-ci ədəd böl 2. Tutaq ki, orada 70 dənə ədəd düzəlib. 70-i yarıya böləsən, 35-ci. 35-ci ədəd, üstə gəl 36-cı ədəd böl 2. Məsələn, cüt sayda olanda belə işləyirik. Amma əvvəl sıraya düz, yaxşı? Sıraya düz sonra. İndi sənə bir dənə müstəqil iş verirəm, bunu elə. Müstəqil işi elə. Medianı tapın. İşte bunu. Görək tamamlamısan. Yəqin ki, həll eləmişsən. İndi baxaq. Birinci sıraya düzmək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Neçə dənədir elə? 12 dənədir. Cütdür də, hə? Cütdürsə 12-ni 2 bölən 6-cı. 6-cı hansıdır? 6-cı təsadüfə ilə 6 imiş. Ondan sonra gələndə topla böl 2. Vəssalam. 13 yarım, hə? 13 böl 2. 6 yarım. Vəssalam. Belə. Cüt sayda olanlar belə. Tək sayda olanı asanlıqda bilirsiniz. Tək sayda olan. Məsələn. Tək sayda da əvvəldə sonda eyni qədər ortadakını götürürsünüz. Oldu, amma bu da sırayla düzülməlidir ondan sonra. Yaxşı. Altıncı. Y bərabərdir.
2026 x plus 1 təyin oblastı. Bunu uşaqlar qarışdırmışlar təklə. Mən demişdim ki, bura cütdürsə, kəsir zad yoxdursa, heç nə, içəri böyük bərabər 0. Çox uşaq düz yazıb, düzdür. Ədəd oxunu çəkirik, -1-i qaralayırıq. X böyükdür -1-dən, sağ tərəfi rəhlədik. Cavab -1 müsbət sonsuzluq. Y bərabərdir 7-ci dərəcədən x plus 1. 7-ci dərəcədən x plus 1. Təkdir, hə? Təkdirsə, içəri hər şey olur. X daxildir, R. Vəssalam. Y bərabərdir 10-cu dərəcədən x çıx 2. Təyin oblastı. Cütdür, eləmi? Cütsə içəri böyük bərabər 0. Vəssalam. Amma tək olsaydı, kəsir zad yoxdursa, vəssalam, x daxildir, R. Yaxşı, təyin oblastı belədir. Məşq elədik. İndi bunu eləyək. Bax. Y bərabərdir 4-cü dərəcədən x üstəgəl 3. Bunu həll elə. Bunu da həll elə. 71-ci dərəcədən x plus 2. Təyin oblastı. İşte görək. Cüt dərəcədir. İçəri nədir? Böyük bərabər 0. Amma burada tək dərəcə x daxildir. Vəssalam. Bunu da bildin. Həm sınaqdakı suallar eləyin, həm də orada ətraflı boşluqları düzəldirik. 7. Y bərabərdir 5 bölək x kvadrat üstə gələk x plus 1 məsələn. Sıx. Təyin oblastı. Əslində biz təyin oblastını x daxildə R götürmək istəyirik həmişə. Amma problem yaradan ədədlər varsa, onu götürmürük. X daxildə R, çıx həmin problem yaradan ədədlər kimi götürürük. Bütün təyin oblastlarını belə işləyirik əslində. Əslində təyin oblastlarını hər şeyi götürmək istəyirik, amma problem yaradan ədəd varsa, onu oradan çıxardırıq. Problem yaradan ədəd varsa, məsələn, məxrəci sıfıra çevirən ədəd varsa, onda onları buradan ayırırıq ki, x daxildə həmin ədədlərdən başqa. Yox, məxrəci sıfıra çevirən yoxdursa, deməli problem yaradan yoxdur. Məxrəci sıfıra çevirən yoxdur. Deməli problem eləyən yoxdur bizim üçün. Onda x daxildə götürməyə bir şey mane olmur. X daxildə götürəcəyik. Gəl görək, məxrəci sıfıra çevirən ədədlər varmı? Məxrəci sıfıra çevirən ədədlər nədir? Bu tənliyin kökləridir. Bu tənliyin kökləri varmı? Məxrəci sıfıra çevirən ədədlər varmı? Yəni bu tənliyin kökləri varmı? Məxrəci sıfıra çevirən, məxrəc de budur, hə, bu. Bunu sıfıra çevirən nədir? Bu ifadəni sıfıra çevirən, bu ifadənin kökləri. Kökləri var. Kökləri varsa, onu buradan çıxacağıq. Köklər yoxsa deyəcək, heç bir problem yoxdur. X daxildə cavab. Uşaq həll eləyir. Görür ki, bunun diskriminantı mənfidir. Deyir, boş çoxluq. Boş çoxluq, yəni bunun həlli yoxdur. Bu tənliyin həlli yox. Tənliyin həllinə görə boş çoxluqdur. Bu tənli üçün boş çoxluqdur. Yəni həlli yoxdur anlamında. Həlli yoxdursa, kök yoxdursa, deməli bizə problem yaradan ədəd yoxdur. Ona görə x daxildə elə R götürürük. Bax, y bərabərdir x kvadrat çıx 16. Y bərabərdir x kvadrat üstəgəl 9. Aha.
Biz yenə deyirəm, əslində təyin oblasının hər şey götürmək istəyirik. Amma nələri götürmürük? Problem yaradanda deyirik, qardaş, bu problemə, bunu istəyəm, bunu götürə bilmərik biz. Bax, belə eləyirik. Bəs hardan bilək məxrəcdə problem yaradı var yoxsa yox? Məxrəci sıfıra çevirən ədədlər var yoxsa yox, ona baxırıq. Yəni aşağıdakı, bax, bu tənliyin kökü var yoxsa yox, ona baxırıq. Başa düşdün? Bax, bu tənliyin kökü varmı, yoxmu, ona baxırıq. Bu tənliyin kökü var yoxsa, kökü varsa, deməli, bu ifadəni sıfıra çevirən ədəd var. Məxrəci elə bir ki, sıfıra çevirən, məxrəci sıfıra çevirmək problem yaratmaq deməkdir. Başa düşdün? Gəl görək, bunun sıfıra çevirən ədəd var. Bəli, 2 dənə kökü var bu tənliyin. Tənliyin istəyən kökü var, 2 dənə kök var. Deməli, biz hər şeyi götürə bilərik götürməyinə. Amma nədən başqa bu ədədləri götürə bilmərik. Özdə belə mötərizə var, sistem mötərizə. Belə yox, belə yox. Sistem mötərizə. Yaxşı, ehtiyatlı olun. Bax, vurğu elədim, ha. Bax, yatasız indi, qulaq asmayasınız, o güclülər. Sonra belə götürəsiniz, səhv çıxacaq o. Belə, sistem mötərizə. Bax, vurğu elədim, müəllim dedi, ha, sistem mötərizə. 1. Gəl görək, məxrəci sıfıra çevirən ədəd varmı? Düzdür, bu tənliyin həlli boş çoxluqdur. Həlli boş çoxluq başqa. Bu tənliyə görə tənliyin kökü yoxdur, tənliyin boş çoxluq. Amma bizdən təyin oblası soruşaqı deyir. Biz də bir təyin oblası götürmək istəyirik. Nədən başqa? Sıfıra çevirən ədəd varsa, ondan başqa. Bu tənliyi sıfıra çevirən ədəd var burada. Sıfıra çevirən ədəd yoxdur. Deməli, bizdə problem yaradan ədəd yoxdur. Elə x daxildir, yerdə cavab. Problem yaradacaq bir şey çıxmadı ortaya. X daxil deyirdi. Y bərabərdir 1 böl x kvadrat çıx 3x üstə gəl 2. Təyin oblastını tap. Y bərabərdir 1 bölünsün x kvadrat çıx 4x üstə gəl 6. Aha, təyin oblastını tap. Biz həmişə təyin oblasını götürmək istəyirik. Amma deyirik ki, baxa, əgər problem yaradan olsa, onları götürməyəcəyik. Bəs problem yaradan nə idi? Bax, aşağıda yerləşən ifadəni sıfıra çevirən ədəd varsa, onlardır. Görək, bu ifadəni sıfıra çevirən ədəd var. Yəni, bu tənliyin kökləri var. Bu tənliyi sıfıra çevirən nədir? Bu tənliyin kökləri varmı? Diskriminant nazarla həll edib görəsən ki, tənliyin kökləri var. Tənliyin kökləridir bunlar, bu başqa məsələ. Deməli, bunlar bizim üçün problem yaradandılar. Problem yaradır. Deməli, biz təyin olsa x daxildə götürmək istəyirdik. Bir də nəyi götürmürük? 1-i, bir də 2-ni. Burada da yenə x daxildə götürmək istəyirik. Amma deyirik, bax, yoxlayacaq, problem yaradan olsa, onları götürməyəcəyik. Elə ki, 10 dənə mənə alma vermişsən. Deyirəm, bax, bu 10 dənə almanı verdim mənə, yoxlayıram. İçindən çürük çıxsa, onları götürməyəcəm. Hamısını götürmək istəyirəm, ha. Amma çürükləri qaytarırım. Bax, görürsən, çürükləri qaytardıq. Bunu sıfıra bərabər eləyirik. Diskriminant eləyəndə görürük ki, gəlir diskriminant mənfi çıxır. Yəni, tənliyin həlli yoxdur. X daxil boş çoxluq tənliyin həllinə görə. Amma bizdən təyin oblasıdır. Təyin oblasıdır, götürürdük. Problem yaradan ədəd varsa, onlardan başqa. Problem yaradan ədəd də yoxdur. Ona görə təyin oblası deyir. Bəs sonra belə ağır bir sual idi. Deməli, onda belə bir qənaətə gəlmək olar ki, bunun təyin oblasını o vaxt götürürük ki, aşağıdakının diskriminantı mənfi olsun. Görürsünüz də, diskriminant mənfi olan kimi nə götürürdük bunu? Təyin oblastını Bir də diskriminantı mənfi olan kimi kəsirin məxrəcinin, biraz da kəsirin məxrəcinin diskriminantı mənfi olan kimi nə götürür? Götürür. Deməli, bu dirsə 100% bunun diskriminantı nədir uşaqlar? Mənfi. Aha, bir də x kvadrat üstə gəl, x üstə gəl 3. Kimsə mənə deyir ki, bu dir. Dirsə burada nə nəticə gələsin sən? Deyəsən ki, 100% diskriminant nə olacaq? Mənfi. Və yaxud da diskriminant bunda 100% kiçik olmalıdır sıfırdan. Belə kəsirli misalda. Oldu. Vurğular da hamısı. Bunları sən, mən nə tər vurğularımsa elə də götür. Aha. İndi sən nə deyə bilərsən özün bu haqda?
X daxildə R verib. Sən burada nə nəticəyə gələsən? Saxla cavab ver. Ay malades. Deməli sən gəlirsə X daxildə etsə 100% bu aşağıdakının diskriminantı kiçikdir. 0. X kvadrat üstə gəl 10x üstə gəl 1000. X daxildə R veriblər bizə. Sən nə nəticə gələsən? Bəli. Düz deyirsən. Ay sağ ol. Aha. X kvadrat üstə gəl AX üstə gələ 25. X daxildə R veriblər. Sən nə nəticəyə gələsən buradan? X eli veriblər 100% bunun diskriminantı nədir? Mənfidir. Bəs yaxşı bunun diskriminantını tapa bilərsənmi? Niyə tapmırsan? A kvadrat çıx 4 vur 1 vur 25. Yəni A kvadrat çıx 100. Diskriminant tapdıq. Onda neyinə kiçikdir 0 ilə. Qaldı bir dənə bərabərslik həll eləmək. İndi onda danışarıq. Görsən, bir dənə dərsin oturmasını ötür, nə qədər bir misalın oturması, nə qədər danışırıq burada. Ərinmə, sən də diqqətlə bax, diqqətlə mənim dediyim kimi izlə, yaz, bir dəfə eləyəsən, sonra gələcəkdə də onu yüngül təkrarlayasın. 1 böl x kvadrat üstə gəl ax üstə gəl 4. Yazıb ki, x daxil deyir, təyin oblasıdır. Nə nəticə çıxardasın, deyirən görüm. Saxla videonu. Ay, halal olsun. Diskriminant kiçik 0. Alsa neysə diskriminant tapasın da. A kvadrat çıx 4 vur 1 vur 4. 16 kiçik 0. Bu bərabərslik nə tər həll edirlər? Bərabərslik keçidib o tərəfə A kvadrat kiçikdir 16. Plus minus 4 A kiçik 4 kiçik. Belə şeylər eləməyin. Bunu yenə də adamın özünü asılmadan eləyir. Qutarın onu. Bunu 0-a bərabər eləyəsən. Kökləri tapassan. Oldu, bax gördün, bu addımları unutma. Bu bərabərsizliyi o cür həll eləmə. Özün özünə denən ha. Bax, bu bərabərsizliyi gördün. Gördün bərabərsizliyi. Bax, mən şagirdim, bax. Gördün bərabərsizliyi. Evdəyəm. Bu da mənim dəftərim. Dəftərimi böldüm ortadan. Müəllim demişdi bunu belə həll eləmə. Belə həll eləmə. Kiçik 4, nəm kiçikdir, mənfi 4, böyük 4. Belə həll eləmə müəllim demişdi. Bunu da özümə vurğuluyurdum. Ha, bax. Vururam ki, o səhv eləməyim mən. Evdə elə eləyirdim. Həmişə vurğuluyurdum ki, belə səhv eləmə. 0-a bərabər elə, kökləri tap, sonra ədəd oxunda düz, kvadratın qabağı müsbətsə sağ tərəfdə müsbətdən başlayır. Müsbət, mənfi, müsbət, kiçik 0, mənfini istəyir. Mənfi 4, müsbət 4 və salam hazırdır. Belə. Doqquz. Mənfi 2 çıx 10 üstü mənfi 5-dir. Uşaqların çoxu bunu səhv yazmışlar. Təyin oblasıdır. Uşaqlar demişdi ki, üstdəki mənfi kəsirdirsə, buranı böyükdür 0 götürün. Yaxşı, böyükdür 0. Belə. Mənfi kəsirdirsə, böyükdür 0. Bərabəri yox idi. Kiçik zad deyildi. Yaxşı, mənfi kəsir böyükdür. Bunu yadda saxlamaq üçün sən onu əzbərləy. Böyükdür 0 olmalı. Aşağı müsbət olmalıdır. Mənfi 2x böyükdür 10. Hər tərəfi mənfiyə vur. Bunu vurub işarəni dəyişməyənlər var. Bu işarəni eləməyənlər var idi. Oldu. Deməli, mənfi kəsir görəndə mənfi kəsir. Mənfi kəsir görəndə böyükdür 0 elə. Yaxşı. Mənfi kəsir görəndə böyükdür 0 elə. Bax. Təyin oblasıdır. Burada nə var? Mənfi kəsir. Mənfi kəsir görən kimi böyükdür 0 eləyirsən. Mənfi kəsir görən kimi mənfi kəsir
Mənfi kəsir görən kimi böyük çift verirsən. Hər tərəfə mənfiyə vurursan. Sən işarəni dəyişdim. Ehtiyatlı ol. Oldu? Müsbət kəsir görəndə uşaqlar, müsbət kəsir görəndə böyük bərabər eləyin. Yaxşı? Məsələn, mənfi belə kəsirin yerinə mənfi 0,125 də ola bilər, ha, belə. Onluq kəsir də ola bilər. 3/2-nin yerinə məsələn 0,6 da ola bilər, məsəl üçün belə. Müsbət kəsirlər böyük bərabərləndir. Mənfi kəsirlər isə böyükdür. Dörd dənə fərqli məktubdur. 5 dənə də poçt qutusudur. Bu nətər atılır? Hər qutuya ən çox bir məktub atılsın deyir. Bax. Bu məktubları bura atırıq. Məktubla hərəkət eləyin. Yaxşı, məktubu götürüb atırıq. Bu sabit dayanan var. Bununla işin olmasın. Hərəkət eləyən məktubdur. Məktubla. Hərəkət eləyənlə işlə. Hərəkət eləyənlə işlə. Birinci məktub neçə dənə yerə gələ bilər? 5 dənə yerə gələ bilər. Tutaq ki, bura gəldi birinci məktub. İkinci məktub da əslində bura atıb. Qutuda çox yer var. Ata bilər. Prosto burada şərtdə deyib ki, ən çox bir məktub atılsın. Ən çox bir məktub. Yəni, ən çox bir məktub. Axırıncı atma. Deməli, bu getdi. Birinci qutu getdi. Neçə seçim var birinci məktub? 5 dənə seçim var idi. İkinci məktub üçün neçə seçim var? 4 dənə seçim. Tutaq ki, onu da bura atdıq. 4 dənə seçim var idi, bura atdıq. Üçüncü məktub üçün 3 dənə seçim var. Onu da bura atdıq, tutaq ki. Dördüncü məktub üçün 2 seçim var. Və salam, o da bir də vur, bir də eləyə bilərsən. Yəni, bunları buranda olsa 120 eləyir də 5 faktorial. Belə. Başa düşdün? Bax, A1, A2, A3. Post 1, post 2, post 3, post 4, post 5, post 6. Düzdür? Birinci məktub üçün neçə seçim var? Birinci məktub üçün 6 dənə seçim var. Getdi bir dənəsi. İkinci məktub üçün neçə seçim var? 5 seçim. 5. İkinci də getdi. Üçüncüsü neçə seçim var? 4 seçim. Və salam vurursan bir-birinə. Oldu? Amma ən çox bir məktub atılmaq deyir, ha, onda. Ən çox bir məktub atılan deyəndə onda belə işləyirsən. Bir dənəsini işlə görək. 2 məktub 5 poçt qutusuna, hər qutuya ən çox bir məktub atılarsa. Sənin məktubların 5 dənə də qutun. Bunu verməyəcək prostunda. Tabi həll elə. Saxla həll elə. Malades, eləmsən. Birinci məktub üçün neçə seçimimiz var? 5 seçimimiz. 5 dənə yerdən birini atıldı. Tutaq ki, bu doldu. İkinci məktub üçün 4 dənə seçim var. Bəli, 20 dənə seçimimiz var. Çox çətin bir sualdır. Həqiqətən də çox çətin bir sualdır.